1994-cü ildən bu yana tip 2 şəkərli diabet xəstələrinin müalicəsində metforminin istifadəsi təsdiqlənmişdir. Metformini kimlərə təyin edirik? Glikohemoqlobinin səviyyələrinə əsasən pasiyentə öncəliklə pəhriz və fiziki aktivliyi artırmağı məsləhət görürük. Əgər bununla bir nəticə əldə edə bilmiriksə, bu zaman metformin tək başına və ya digər şəkər salıcı preparatlarla bərabər təyin edilə bilər. Metforminin təsir mexanizmi nədən ibarətdir? Qaraciyərdə qlukozanın istehsalını azaldır, bağırsaqda qlukozanın, yəni şəkərin qana keçməsini azaldır və həmçinin insulin duyarlılığını artırır və bunların nəticəsində qanda şəkər səviyyələri normallaşır. Metformin böyrəkdən atılan preparat olduğuna görə böyrək funksiya testləri daima nəzarətdə saxlanılmalıdır. Ümumiyyətlə, həm metformin, həm digər şəkər salıcı preparatların istifadəsi zamanı 3-6 aydan bir qan dəyərləri yoxlanılmalıdır. İshal, ürək bulanma, qusma kimi yan təsirlər yarada bilər. Və bunu da vurğulamaq istəyirəm ki, metformin arıqlamada neytral bir preparatdır. Arıqlamaq üçün təyin olunacaq dərman deyil.